Bugün mən sizə kartoşka ilə toyuğun duxovkaya qoyulmasını göstərəcəm sizə. Yəni biz kartoşkaya nə vurmuşuq? Kartofelini priprava vurmuşuq. Buna duz lazımdır. İçində hər duzu var, hər şey ədviyyatları var. Toyuğun da filesinə, baxın, filesinə qəşəng. Burada krasni periç, toyuğa aid nə spesiya var, biz onları vurmuşuq. İndi mən bunları yığıram jaronika və kartoşkaları da bunun ətrafına yığıram. Bax belə. Üstünə də duru yağ əlavə eləyəcəm. Azca da su ki buxarla pişsin. Mən bunu parnoya eləyirəm, çox qızartma istəmirəm. Yəni ki qızartma ziyandır. Adətən parnoy çox gözəl olur. Belə eləyəndən sonra bu tam pişəcək. Falqada sərmişəm jaronika. Tam pişəndən sonra deməli, tam pişəndən sonra mən bunu sizə göstərəcəm. İndi birazdan bu gedəcək duxovkaya. Azca su, üstünə də yağ əlavə eləyəcəm. Birazdan pişəndən sonra mən sizə göstərəcəm. Mənə abunə olmayınızı unutmayın. Əzizlərim, abunə olun ki, mən sizinlə kontakta girə bilim. Mən sizinlə canlıya girə bilim. Dostlar, yeməyimiz yavaş-yavaş pişir burada. Oy, buxar burada. Görün. Buxarlandı da. Görün necə gözəl pişir. Tut uşağı. Bax. Yavaş-yavaş pişir. Tam hazır olsa, hələ yağın üstünə çəkməmişəm. Yağın çəkəndən sonra sizə göstərəcəm. Tam hazır olanda. Əziz dostlarım, tapışdı, yavaş-yavaş pişir. Bir dənə də balaca doyuşanımız buradadır. Səbiş, Səbiş, Səbiş. Vay vay vay. Balaca cırtdanımız. Dostlar, baxın, filemiz hazır qızardı. Kartoşkalarımız da qızardı. Görün necə də yumuşaq, qəşəng. Baxın. Həll olub kartoşkamız, həll. Görürsünüz necə də gözəl. Toyuğumuz da elə, filemiz də elə yumuşaq, çox qəşəng. Bax, sizə prosta istidir. Görün necə gözəl. Yəni tam pişib hazırdır. Bunların ədviyyatları da vuruldu. Qəşəng dadlı, duzlu, istiyotdur. Öz barında pişdi. Axırda azca yağ əlavə elədim. Yəni kartoşka çox yumuşaqdır. Görün, püre halına gəlib çıxıb. Yəni bunu əzib də yemək olar kartoşkanı toyuqla. Belə də yemək olar. Hamınıza nuş olsun. Mənim əziz abunəm.